Salam dəyərli tələbələr, hər vaxtınız xeyir. Bugün sizinlə Python bölməsindən 95-ci suala nəzər yetiririk. Sualımızın şərtində bizə deyir ki, n dəyişəni isə natural qiymətində Python ilə yazılmış proqramın nəticəsi 1 olar. İlk öncə mən proqrama baxıram. 1 hardan yaranır? 1 bu şərtin ödənməsindən yaranır, çapa gedir. İlk öncə sizə diqqətlə vurğulamaq istəyirəm ki, mən bura baxıram, görürəm ki, bu şərtdən öncə burada bir riyazi hesablama aparır. Bu riyazi hesablamadan əvvəl bir inteqrasiya etmək istəyirəm. 2 qat bölmə, tək bölmə, mod və vurma. Bunlar yazıldığı ardıcıllıqla icra olunur demişdik. Burada da eyni qaydada fikir verin. Birinci 2 qat bölmədir, sonra vurma, yəni tam bölmə. Bu da vurma idi. O zaman mən bunu n bölü 8 vurma 2 eləyə bilərəm. Hətta bunu mötərizə almaqla, mötərizə almamaqla heç bir fərqi yoxdur. Çünki n bölü 8 vurulsun 2 sənin üçün eyni, yəni bu ilə eynidir. Yəni ekvivalentdir, bərabərdir. İndi burada bir şərt yaradıram. Burada ifin içərisində verilmiş bərabərsizliklə buna uyğun bir şərt yaradıram. Yazıram ki, n bölünsün 8 vurulsun 2 böyükdür 12-dən, kiçikdir 25-dən. Belə bir bərabərsizlik yaratdım. Burada 2 vurğunun olduğunu görürəm. Hər tərəfi 2-yə bölürəm. Burada olacaq 6, bura n bölü 8, burada isə 12.5 olmuş olacaq. Əla. Buranı ödəyən ədədlər hansılardır? 7, 8, 9, 10, 11 və 12 ədədlərdir ki, bu parçanı ödəyir. Və hardan alırsan? n bölü 8-dən. Hətta mən bunu belə yazaram. n bölü 8, yəni n bölmə 8 bərabərdir bu. Biz hansı ədəddən başlayaraq 8-ə bölərək 7 ala bilərəm? Məsəl üçün, belə deyək də, gəlirik yoxlayırıq. Məsələn, ilk 8-ə bölmədən 7 alınan ədəd 56-dır. Çünki 56-nı 8-ə bölərkən 7 alınır. Ta ki gəlib 63-ə kimi. 56-dan 63-ə kimi. 63-ü də 8-ə bölsən 7 alarsan. Niyə 63-ə kimi? Çünki 64-ü 8-ə böləndə artıq 8 alınmış olur. Bu hara qədər gedəcək? 65, 66, 67, 68, bu uzanır gedir. Bu 71-ə kimi gedir. 71-ə kimi gedir. 71-i 8-ə böləndə ən son 8 alır. Nə hardan bilin? Çünki 72-ni 8-ə böləndə yoldaşlar, 72-ni 8-ə böləndə artıq bizə 9 dəyəri çıxmış olur. Bu hara qədər davam edir? 79-a qədər davam edir. 79 bölü 8, burada 8, üzr istəyirəm, 9 alınmış olacaq. Artıq 80 qiymətində, niyə görə 79-a? Çünki 80-ı 8-ə böləndə artıq səndə 10 olmuş olur. Bu hara qədər davam edir? 87-yə qədər davam edir. Hardan bilirəm? Burada da 10 alınacaq. Çünki 88-i 8-ə böləndə artıq 11 dəyəri alınır. Bu hara qədər davam edir? 95-ə. 95 bölü 8 bizdə 11 verəcək. Necə bilirəm? Çünki 96-nı 8-ə böləndə 12 eləyir. Bu hara qədər davam edəcək? 103-ə qədər davam edəcək. Ən son 103-də 103 bölü 8 bizdə 12 eləyəcək. Məsələn, artıq mən 104 bölü 8 eləsəm, fikir verin, burada 13 almış olacaq. Deməli, ən son dəyər odur ki, 103 bölü 8 bizdə 12 dəyərini vermiş olur. Yəni, tam hissədir biz burada. Məsələn, gəlin burada tam bölmə 103 bölünsün 8, aldıq 12. Bu belə. İlk öncə, baxın, indi bu hər birinin parçasını yazaq. Məsələn, burada yazıram. 56, 63 parçası. Tamam, buradan hansılar alınır? 7'lər alınır. Sonra gəlir 64, 71 parçası. Buradan 8'lər alınır. Daha sonra gəlir 72, 79 parçası. 72, 79 parçası. Buradan nələr alınır? Buradan 9'lar alınır. Sonra 80, 87 parçası. Buradan nələr alınır? Bunlar alınır. Düzdürmü? Sonra gəlir 88, 95 parçası. Buradan nələr alınır? 11'lər alınır. Və ən son gəlirəm
96, 103 parçası. Buradan isə 12'lər alınır. İndi hərəsində neçədən element var? 63-dən 56-nı çıxaq gəlin. Baxın, 63 çıxılsın 56. Nə qədər? 7. Plus 1, 8. Baxın, burada biz parçada olan ədədləri necə tapırdıq? Böyükdən kiçiyi çıxırdıq, üzərinə 1 gəlirdik. Yəni, AB parçasında olan ədədləri tapmaq üçün B çıxılsın A plus 1 eləyirdik. Düzdürmü? Parçadan söhbət gedir. Məsələn, gəl burada da hesablasam. Burada da hesablasam, 71-dən 64-ü çıxıram. Üzr istəyirəm. 71-dən 64-ü çıxıram, edir 7 üzərinə də 1 gəlib 8. 8, 8. Bax, bunu yoxlasaq, məsələn 79-dan 72-ni çıxırsan, 7 üstə gəl 1, 8. Hər parçada 8 dənə ədəd var. Baxın, 1, 2, 3, 4, 5, 6. Bizdə 6 dənə parça var. Onu İndi siz mənə deyə bilərsiniz. Mən onu hesablamadan necə bilim? Necə bilim ki, 6 dənə parça var? Baxın, 1, 2, 3, 4, 5, 6. 6 dənə burada rəqəm ədəd varmı? Deməli, sizin 6 dənə parçanız olacaq. Bu 1. İkinci, siz oturub burada deyə bilərsiniz ki, 5-ə biri 156, biri 576 olacaq. Mən onu necə hesablayım? Siz də yadda saxlayın. Ədəd neçəyə bölünürsə, istəyir 7 olsun, istəyir 12 olsun. 12-yə bölünürsə, deməli həmin parçada 12 dənə element var. 9-a bölünürsə, deməli həmin parçada 9 dənə element var. 15-ə bölünürsə, deməli həmin parçada 15 dənə element var. 8-ə bölünür, düzdür? Deməli onun, yəni bunlara bölünmənin parçasında həmin sayda element var. Hər birinə 8 sayda element var. Deməli 6 dənədir. 8 sayda element varsa hər parçada 6 vurulsun 8 eləyəcək 48. Deməli birin çapa getməsi üçün 48 dənə nə var? Yazılmış qiymət, natural qiymət var ki, sizdə bir çapa getmiş olsun. Belə, deməli, neynədik? Biz bu parçaları tapdıq. Bu parçaları tapmadan bu məsələləri daha sürətli necə hesablayardıq? Bu parçaları tapmadan dedim ki, n böl 8-ə nəzər yetiririk. n böl 8-in içərisində 6 dənə element var. 6 dənə element. Və bu hər bir 6 dənə elementin içərisində ədədlər var, bölmə nəticəsində alınan ədədlər. Onların parçalarında 8 dənə element yaranacaq. Necə bildik? Dedik ki, bölmə hansı ədədə bölürsənsə, parçada həmin sayda nə var? Demək, ədəd var imiş. Bizdə də gördük ki, hər parçada elə neçə dənə ədəd var imiş? 8 dənə. Siz özünüz də hər birini tək-tək saysanız, görəsiniz ki, hər bir parçada 8 dənə element mövcuddur. Bizim də cavabımız 6 vurulsun 8, 48 olmuş olacaq.